Salam, coğrafya 8-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 9 üzrə metodik vəsaitdə verilən nümunəvi sualları izah edərək. Birinci sual, ölkələrin əhalisinin sayına görə azalan sırada ardıcıl düzün deyir bizə. Bizə 6 dənə ölkə verilib. Bu 6 ölkə arasında ən çox əhalisi olan Hindistandır. Deməli, Hindistan birinci gəlməlidir. Sonra burada gəlməlidir ABŞ. Sonra Rusya, sonra Türkiye, sonra Azərbaycan, lap sonda isə Gürcüstan gəlməlidir. Yəni 1, 4, 2, 5, 6, 3 formasında olmalıdır əhalinin sayının dəyişməsi. Sonra Azərbaycan əhalinin seyrək məskunlaşdığı ərazilər deyilir bizə. Azərbaycan daha seyrək məskunlaşdığı ərazilər əsasən Acınahor Ceyran çöl düzənliyi və Hündür yan silsilə ola bilər. Bir də burada biz cavaba cənub-şərqi Şirvan düzü götürə bilərik. Həmin ərazidə nisbətən əhalinin sayı seyrəkdir. Yəni 4, 5, 6 düzgün cavab götürülə bilər burada. Sonra əhalisinin sayı 100 milyon nəfərdən çox olan ölkələri materiklər üzrə sıralayın deyir bizə. Deməli, Asiya üzrə ABŞ bir nömrəli ABŞ yerləşir. Şimali Amerika 1, sonra Çin yerləşir. Asiya 2, Braziliya, Latın Amerikası 3, İndonezya yine Asya'dadır 4'te bura. Meksika Şimali Amerika'dadır 5. Meksika Latın Amerikası yani region olarak Latın Amerikası hesaplanmalıdır. Materik olarak Şimali Amerika olsa da bizde burada regionlar üzrə verildiği için Latın Amerikası region olduğu için biz əksində Meksikanı da Latın Amerikasında əlavə olmalıyıq. Aslında sualda tam biraz səhvlik var. Burada bizə materiklər üzrə sıralayın deyir, amma Latın Amerikası materik deyil, regiondur. Və Meksikada Latın Amerikası regionuna aiddir. Aslında sualda səhvlik var. Materik olaraq əslində Meksika Şimali Amerikadadır, region olaraq Latın Amerikası. Və bizə burada verilən Latın Amerikada regiondur. Yəni Meksika region olaraq Latın Amerikadadır, amma materik olaraq Şimali Amerikadadır. Pakistan yerləşir Asiyada 6. Hindistan yine Asya 7, Japonya'da yine Asya 8'de bura aiddir. Bangladeş yine Asya 9, 10 ise Nigerya Afrika'ya aiddir. Yani bu da oldu 3. sualımızın cevabı. 4. suala baxaq. Hazırda dünya əhalisinin əsas immiqrasiya mərkəzdə olan ölkələr. Deməli, immiqrasiyanın iki növü olur: immiqrasiya və emiqrasiya. İmmiqrasiya ölkəyə gələnlər, emiqrasiya isə ölkədən gedənlərdir. Deməli, bizə immiqrasiya deyilirsə, insanların getdiyi ərazilər lazımdır. Deməli, Kanada, bəli, immiqrasiya ölkəsidir. İnsanlar köç edirlər Kanadaya. 2, Avstraliya, bəli, Avstraliyada immiqrasiyadır. 3, Hindistan immiqrasiya deyil, emiqrasiyadır, lazım deyil bizə. 4, Braziliya yenə də emiqrasiya lazım deyil. Səudiyyə Ərəbistan, bəli, immiqrasiya regionudur. Sonra 6, Monqolistan immiqrasiya deyil. 7, Fransa, bəli, immiqrasiyadır. 8, Çin immiqrasiya deyil. Deməli, 4-cü sualın düzgün cavabı 1, 2, 5, 7 olmalıdır. Sonra istehsalın təşkili formalarını müəyyən edin. İstehsalın 4 təşkili, əsas təşkilin 4 forması var. Bunlar kooperasiya, sonra ixtisaslaşma, təmərküzləşmə və kombinləşmə hesab olunur. 1, 4, 5, 6. Sonra 9-da bizə 6-cı sualda bizə məsələ verilib. Məsələ deyilir ki, bizə 2011-ci ildə ölkə əhalisi 7 milyard nəfər, illik əhali artımı 90 milyon nəfər olduğu nəzərə alaraq 2015-ci ildə onun sayını hesablayın deyilir bizə. Deməli, bunu hesablama qaydasını. Deməli, 2011-ci il 7 milyarddır, 2015-ci ildə deyilir bizə. Deməli, 2015-ci ildən 2011-ci ilə 4 il müddət keçib, 4 il keçib. 1 ildə 90 milyon nəfər artırsa, deməli 4 ildə 4 vurulsun 90 milyon nəfər artmalıdır. Bu da bərabərcə bizə eləyir 360 milyon. Deməli, 360 milyon nəfər artacaq 4 il ərzində. Bizə deyilir ki, 2015-ci ildə əhalinin sayı nə qədər olacaq? Deməli, 7 milyard bizdə var idi. Üstə gəl, bu da 360 milyon. Deməli, cavab olur 7 milyard 360 milyon olur. Bizim 6-cı sualın cavabı. İllik artım 90 milyondur.
Bizdə də 4 il müddət keçib, 4 vurulsun 90, 360, 7 milyard üstə gəldi, 360 da 7 milyard 360 milyon olur. Son 7-ci sual. Ölkələri təbii artımın birinci və ikinci tipinə uyğun olaraq qruplaşdırın. Biz bilirdik ki, birinci tip, yəni əhalinin daha az artdığı və ya azaldığı ölkələr birinci tipə aiddir. Əhalinin sayının daha yüksək tempdə artdığı ölkələr isə ikinci tip ölkələr hesab olunurdu. İndi baxaq bizə verilənlərə. 1. Niger. Niger deməli aiddir ikinci tipə. Niger buraya. Bolqaristan aiddir əsasən birinci tipə. Sonra Mozambik ikinci tip. Ukrayna birinci tip. Sonra Brezilya ikinci tip. Nikaragua o da ikinci tip. Almanya birinci tip. Avustralya yine birinci tip. Deməli 1, 4, 7, 8 birinci tip, 2, 3, 5, 6 ikinci tip hesab olunur. 8-ci suala baxaq. Ölkələrdə təbii qaz təminatı müqayisə edin. Onların neçə il çatacağını hesablayın. Bunu hesablamaq üçün bizə kəşf edilmiş 3 ölkə üzrə Avstraliya, İran və ABŞ üzrə kəşf edilmiş ehtiyatın trilyon kub metrlə həcmi verilib və ildə nə qədər qaz çıxartılırsa onun da miqdarı verilib bizə. Bunu əslində biz hesablaya bilərik. Bunu hesablamaq üçün biz kəşf edilmiş ehtiyatı bölməliyik illik hasilata. Məsələn biz bölək burada kalkulyatorla. Deməli sıfırlar burada trilyondur, burada milyardır. Bilirik ki milyarda 9 sıfır olur, trilyonda da 12 sıfır olur. Yəni 3 dənə sıfır fərqi var. Həmin 3 dənə sıfır əlavə edəcəyik. Yəni bütün sıfırları yazmağa ehtiyac yoxdur. Yəni 252 eləyir 2 sıfır tam qaldırmaq üçün 1 sıfır da yenidən əlavə olundu. Bölək biz bunu 38'e, bu da bərabərdir alındı. Bizdə 66,3. Deməli birinci burada olmalıdır. 66,3. 66,3. Bu deməli 66,3 il bəs eləyəcək Avstraliyaya qaz ehtiyatı. İndi İran üçün hesablayaq. Bu silinsin. 26, 74, 0 bölünsün 87. Bu da bərabərdir 307,5 il. 307,5 il. 307,5 il bəs eləyəcək. Yəni bu templə hasilatı davam eləsə İran üçün qaz ehtiyatı. Sonra ABŞ üçün hesablayaq. ABŞ 529 0 bölünsün 540 bərabərdir. Yəni bu templə davam eləsə ABŞ üçün təxmini 9,8 ilə bəs eləyəcək qaz ehtiyatı var. Yəni daha az var ABŞ-da digər ölkələrə nisbətən. ABŞ nisbətən daha bu iki ölkə nisbətən daha pis təmin olunub qaz ehtiyatı ilə. Yəni burada Avstraliya 66,3 il, İrana 307,5 il, ABŞ-a 9,8 il bəs eləyəcək ehtiyat var, qaz ehtiyatı. Sonra təbii ehtiyatlarla daha yaxşı, daha zəngin olan ölkələri ayırın deyilir bizə. Deməli 1. Kanada bəli faydalı qazıntılarda zəngindir. 2. Avstraliya bəli faydalı qazıntılarda zəngindir. 3. Namibiya faydalı qazıntı yoxdur. 4. Brezilya bəli faydalı qazıntılar mövcuddur. Dəmir filizidir, sonra alunitdir, bu kimi faydalı qazıntılar, boksitdir, faydalı qazıntılarla zəngindir. Brezilya 5. Çad faydalı qazıntı yoxdur. 6. Rusiya bəli faydalı qazıntılarla zəngindir. 7. Fransa faydalı qazıntılar yoxdur. 8. Çin, Çində göstərici ortadır, yəni ya çox faydalı qazıntı yox, yəni də heç yoxdur deyə bilmərik. Yəni orta səviyyədir. Çin, yəni Çini həm götürüb, həm də götürməyə də bilərik. Yəni əsasən 8 variant olan 4-ü götürülür. Onun üçün 1, 2, 4, 6 daha düzgün cavab götürülməlidir. Sonuncu 10-cu suala baxaq. 10-cu sualda bizə deyilir kooperativləşmə nədir? İstehsalın iri müəssisələrin cəmlətməsi bu təmərküzləşmədir. İxtisaslı kadrlardan istifadə əsasına istehsalın yaradılması bu da deyil. İxtisaslı kadr istifadəsinin bu da başqa şeydir. Sahil boyu ərazi rayonu təşkili bu da deyil. Müəyyən məhsul istehsalının təşkili bu da deyil. Məhsul istehsalında müəssisələrin birgə iştirakı, yəni düzgün cavab budur. Məhsul istehsalında müəssisələr birgə iştirak edir və bir-biri ilə müəyyən müqavilələr bağlayaraq bir-biri ilə əlaqə yaradırlar. Hər tutuşmayan bir detal olanda
onlar bir-birinə həmin detalı göndərirlər. Yəni burada düzgün cavab Y bəndi olmalıdır. Sağ olun. Bu da oldu bizim 49 8-ci sinif